Azərbaycanda avtobusların və tramvayların, yəni burada metro yoxdur, ona görə tramvaydır, qiymətləri qalxıbdır. Gözünüz aydın olsun. Mən isə pulsuz bir ay ərzində devlətin mənə verdiyi imkanlardan istifadə edib, həm avtobuslardan, həm də metrolardan, hansı ki Cavid Qurbanovun anasına, erməni anasına itələyirəm, pulsuz gəzirəm. Fərq nədir? Demokratik bir ölkədə yaşayıram. Siz isə haqqınızı tələb etmək istəmirsiniz. Özünüz bilərsiniz. Mənim də haqlarım bərpa olunmayana kimi avtobuslardan, tramvaylardan itələyəcəm. Özdə nəyi var itələyəcəm? Aydındır. Siz də metronun qiymətinin qalxmağına mahnı oxuyun. Can Qarabağ, Can Qarabağ. Ona görə də sizi minib çapırlar. Avtobusların və tramvaylara bax, gözləyir Cavid Qurbanov tramvayları. Özüm gəldim, bildim. Pulsuz maşınla da gedə bilirsən, tramvayla da. Heç yoxlama zat da yox. Bax belə. Bəyənin, paylaşın. İzin verməyin sizi axmaq və geri zəkalı yerinə qoysun. Bu tramvayı da Cavid itələyirəm və özəl avtobuslara baxın, fərq var avtobusdan. Bomboşdur. Aydındır.